O kənddə çərşənbədən sonraki gün suyun üzərində mənim nənəm rəhmətlikdə deyərdi, Dürə nənəm. O da deyərdi ki, suyun üzərində özü kim tez durdu ha, onun üçün ən gözəl gün olacaq, il olacaq və o sudan da həm üzümüzü yuyardıq, həm də həmin suyu gətirib evdə çay qoyardı. Hər kəs içərdi, həyətə, evin künclərinə, hər yerə səpilirdi ki, o bərəkət gətirsin. Həmin il bol bərəkətli olsun, gözəl olsun. Amma mənə elə gəlir ki, doğrudan o balaca kənddə o qədər gözəl adət-ənənələr var idi ki, saysaq burada bitməz. Əsasən böyüklərin gedərdilər, əllərini öpərdilər. Necə biz Ramazan ayında eləyirik, onu Novruz bayramında da mütləqa böyükləri gedib görərdilər, ziyarət eləyərdilər. Onların əlini öpərdilər, xeyir duasını alardılar və bir də bir şey vardı. Axırıncı çərşənbədən sonra mütləq mənim yadımda da qalıbdı. Kəndin xanımları hamısı da bişirdiyindən evdə halvaya qədər, yumurta, hər şeyi götürərdilər, gedərdilər məzarlığa.